Salam dostlar, necəsiz? Ümid edirəm keyfiniz və sağlığınız yerindədir. Bugün danışacağımız mövzu asılılıq haqqındadır. Niyə bu haqqda, bu mövzuda video çəkmək gərəyi duyduq? Hal-hazırda ölkəmizdə asılılıqdan əziyyət çəkənlər insanların sayı kifayət qədər çoxdur. Bəziləri bunu bilinsə də, bəziləri hal-hazırda gizlin şəkildə də öz asılılıqlarına davam etməkdədir. Və asılılıq haqqında niyə bu mövzuda dərin bir şəkildə araşdırmağa və danışmağa ehtiyac duyduq? Çünki əgər mübarizə apardığın problemin nə olduğunu və hansı gücdə olduğunu bilmirsənsə, sən nə qədər güclü olursan ol, bu şeyə məğlub olacaqsan mütləq şəkildə. Bəs asılılıq nədir? Edilən davranış sizə mənfi təsir göstərirsə, çox güman ki, bəli. Edilən davranış sizə müəyyən narahatlıqlar və müəyyən problemlər yaradırsa, təbii ki, bəli. Edilən davranışları kontrol edə bilmirsinizsə, demək ki, bu asılılıqdır. Asılılığın bir xüsusiyyəti var. Daim asılı olduğun bir şeyi mütləq şəkildə gün ərzində düşünürsən. Məsələn, alkoqol, narkotik, porno bağımlılığı, masturbasiya bağımlılığı və yaxud da ki, yemə və digər davranışsal asılılıqları burada nümunə gətirə bilərik. Asılılığı mən hər zaman belə anlatıram, onları iki yerə bölürəm. Gizli şəkildə olan asılılıqlar və aşkar olunan asılılıqlar. Aşkar olunan asılılıqlar bəllidir. Alkoqol, siqaret və yemə pozuntuları və yaxud da yemə asılılığı davranışı olan asılılıqları bura misal gətirmək olar. Çünki alkoqolun və siqaretin istifadəsi bizim cəmiyyətdə o qədər də problemli bir şey sayılmır. Yəni düzdür, buna qarşı çıxanlar və yaxud da bununla bağlı müəyyən maarifləndirici proseslər gedir. Amma ümumilikdə alkoqol və siqaret və yaxud da ki, yemə bağımlılığı kimi şeylər bizim cəmiyyətdə çox da mənfi qarşılanmır və buna səbəb də əslində çevrəsəl faktorları, yəni ətraf mühitdə burada önəmli bir faktor kimi göstərmək olur. Bəs gizli şəkildə gedən asılılıqlar nələrdir? Bunlar adətən hal-hazırda dövrümüzün demək olar ki, ən böyük problemlərindən biridir. Onlayn qumar asılılığı. Sonrasında pornoqrafi və masturbasiya asılılığı ki, bu da gələcəkdəki insanların cinsel həyatlarına ciddi şəkildə təsir göstərir və yaxud da ümumiyyətlə qumar asılılığının özünü də gizli asılılıqlar sırasına sala bilərik və bir də təbii ki, uşaqların video oyun asılılıqları. Bunlar gizli şəkildə getdiyi üçün və cəmiyyətdə deyil, daha çox ev içərisində və yaxud da ki, insanın öz daxili şəxsi alanında olduğu üçün bunlar adətən gizli qalmış asılılıqlar sayılır. Bəs asılılıqda ən önəmli şeylər nələrdir? Və yaxud da ki, bunun təsir göstərəcək, bunun həll yolları nələrdir? İlk öncə təsir göstərəcək şeylərdən danışaq. Bioloji və çevrəsəl, yəni ətraf mühit təsirləri. Mən ilk öncə ətraf mühit təsirlərini danışmaq istəyirəm. Çünki bayaq da qeyd elədiyim kimi, bəzi o asılılıqlar ki var, cəmiyyətdə nə qədər rahat qəbul olunursa, o qədər də bu asılılıqlar artır. Məsələn, siqaret və alkoqol kimi bir çox araşdırmalar var bu fikirlər üzərində, bu çevrəsəl faktorlar üzərində. Məsələn, əsgərlikdə olan əsgərlər üzərində, insanlar üzərində aparılan araşdırmalarda göstərilir ki, çoxunda siqaret asılılığı var. Bu nədir? Ətrafdakı hər kəs siqaret çəkdiyi üçün bu normallaşmış bir prosesə dönüşür və o da siqaret çəkməyə başlayır. Və sonraki araşdırmalarda, bu ki, longitual araşdırma üsulları ki var, orada aparılan araşdırmalarda, məqalələrdə göstərir ki, bu insanların çoxsu evə qayıtdıqdan sonra, yəni mülki həyata qayıtdıqdan sonra siqareti tərgizirlər. Çünki çevrəsində formalaşdığı o təsir onu bu yola sürüklədi, amma sonrasında çevrəsini dəyişdi ki, asılılıqların ən önəmli həll yollarından biri də çevrəni dəyişməkdir. Zaten bu haqqda danışacağıq. Çevrəsini dəyişdikdən sonra o asılılıq davranışları da azalır. Bioloji faktorlar bəs nədir? Bioloji faktorlarda adətən insanların beynindəki neyrotransmitterlərdən danışılır. Dediyimiz neyrotransmitterlər insanın sinir sistemi fəaliyyətləridir və onların bu asılılıqda rolu çox böyükdür. Sayacağım bu 4 dənə neyrotransmitterlər bu prosesin əsas önəm daşıyan faktorlarıdır.
Birincisi təbii ki, hər videomuzda bu haqqda danışmışıq. Asılılıq davranışlarında da, ertələmə davranışlarında ən önəmli bir hormonumuz vardır, dopamin hormonu. Dopamin bir neyrotransmitterdir və təbii ki, insanda istək formalaşdırır və bu istək məsələsini yadda saxlayın, çünki asılılığın həlli yolu videosunda mütləq şəkildə bu istək məsələsinə dönəcəyik. Sonrası isə ən önəmlisi, asılılığın ən önəmli formalaşdırdığı neyrotransmitter GABA transmitteridir. Bu neyinir? İnsanda rahatlıq yaradır. Yəni sən asılı olduğun o nədirsə, tutaq ki, alkoqoldur, narkotikdir, hər nədirsə, başlayır sanki onu izləməyə. Səndə ona qarşı müəyyən bir rahatlıq formalaşdırır. Yəni sən onu qəbul edəndən sonra rahatlama gəlir. Bunun təbii ki, əsas müalicə metodunda danışacağıq bu haqqda, amma ümumilikdə bu neyrotransmitter asılılığın ən önəmli faktorlarından biri kimi sayılır. Sonrasında isə glutamat adlı bir neyrotransmitterdir. Bu isə öyrənilmiş bir şeyi vərdişə çevirməkdir. Yəni məsələn, siqareti çəkməyi öyrəndin və yaxud da ki, siqaretlə bağlı bəzi şeyləri, o statut məsələsini, siqaretdə təbii ki, ən önəmli şey statutur. Düşünürsən ki, daha böyük bir şəkildə, böyük görsənəcəksən, bu yeniyetməlikdə başladığı üçün səni bir statut formalaşdırır deyə siqaretə başlayırsan və bunu başlayır vərdişə çevirməyə. Sonuncusu isə serotonin hormonudur ki, bu da emosional balansa təsir göstərdiyi üçün təbii ki, bu da əsas predmetlərdən biri sayılır. Mən ilk öncə aşkarda olan o asılılıqlar ki vardı, bunları hələ ki bir kənara qoyuram. Çünki siqaret, alkoqol və yemə asılılıqları hamı tərəfindən bilinir. Təbii ki, alkoqol ən geniş yayılmış asılılıq növüdür, amma bunu bir şəkildə həll etmək mümkündür. Yemə asılılıqlarının da müəyyən bir qədər danışmaq istəyirəm. Çünki qidalanma prosesi insan üçün ən önəmli. Məsələn, yuxudur, qidalanmadır, egzersizlərdir ki, bu rahatlama davranışları ki var və yaxud da ki, təbii ehtiyaclar məsələsi insan üçün önəmli olduğu üçün bəzən bunu tərgizmək və yaxud da bu asılılıqdan qurtulmaq çox çətin gəlir insana, xüsusən də bu yemə asılılıqları. Məsələn, dietoloqlara pul xərcləyirlər, dayanmadan qida mütəxəssislərinə gedirlər və bunun yanında başa düşmələri lazımdır ki, qidalanma prosesi təkcə qida ilə dəyişəcək bir şey deyil. Birincisi, sən hansısa bir qida mütəxəssisinə gedirsənsə, bir diyet saxlamalısan və o diyeti nə qədər saxlaya biləcəksən. Yəni bunun üçün nə qədər iradən var. İlk növbədə başa düşməlisən ki, bu qidalanma prosesi insan üçün təkcə ehtiyac deyil və yaxud da təkcə fiziksel deyil, bu həm də psixoloji faktordur və bunun psixoloji tərəfini mütləq işləməlisən. Mən Türkiyədə, İstanbulda çalışanda da yemə davranışları ilə çox işləyirdim. Həmin şöbədə bir müddət olmuşam və açıq deyim ki, ən əziyyət çəkdiyimiz pasiyentlərdən biri yemə asılılıqları olan pasiyentlərdir. Çünki bir gün, 2 gün buna davam edirdilər, diyetə davam edirdilər, amma ikinci, üçüncü gün görürsən ki, balışının altından nə bilim hansısa bir şokolad çıxıb və yaxud hansısa bir popkek falan çıxıb. Ümumilikdə bu asılı davranışlar içərisində, yəni alkoqol, siqaret və yemə asılılıqları içərisində yemə asılılığı xüsusi bir önəm daşıyır. Keçirəm gizlidə olanlara, çünki aşkarda olanlardan çox gizli asılılıqlar daha dərindir və daha çətindir. Çünki burada insanın şəxsi alanı məsələsi var. Sən heç bilə bilməzsən ki, məsələn, yaxınındır, amma onlayn qumar oynayır. Yəni bu onlayn qumar oyunları son dövrlərdə inanılmaz şəkildə artır və hətta öz təcrübəmdən danışıb nə qədər pasiyentim olub və bir pasiyentin hekayəsini danışmaq istəyirəm burada. Bir bəydir, 30 neçə yaşlarında, təsəvvür edin, o vəziyyətdə qalıb ki, öz qızı üçün ad günündə hədiyyə aldığı sırğaları gedib satıb onlayn qumara yatırıb. Yəni bu bir kişi üçün, bir ata üçün çox ağır bir prosesdir və başa düşülən də deyil. Çünki yəni necə bunu qəbul edə bilirsən? Bunu hər zaman da onun belə üzünə vurulur və utandırılır və sındırılır şəxsiyyəti. Bu əslində asılı davranışlardan qurtulmaq üçün ən pis yoldur. Məsələn, insanı alçaltmaq və yaxud da ki, onun müəyyən bir hissləri ilə oynamaq. Yəni lazım olsa əlbəttə ki, o başa düşür ki, bunu etməməlidir. Amma
təəssüflər olsun ki, o asılılıq onu bu həddə gətirib çıxardır. Və onlayn qumar oyunları davamında isə bu haqqda da biraz danışmaq istəyirəm. Pornoqrafi və masturbasiya asılılığı. Bu adətən yeniyetmə yaşlarında insanların cinsel inkişaf dönəmində formalaşdığı üçün təbii ki, biz masturbasiyanı tam problemli hesab etmirik. Bəzi hissələri normal qarşılanır, amma sonrasında insanlarda ciddi anlamda cinsel problemlər, cinsi problemlər ortaya çıxardır. Məsələn, erkən boşalma kimi və yaxud da ki, ümumiyyətlə boşala bilməmə, motivasiyanın itməsi, özgüvənin itməsi və yaxud da ki, sərtləşmənin olmaması, bu kimi problemlər pornoqrafiyadan formalaşmağa başlayır. Biz bunları adi bir şey kimi qəbul edirik. Hətta bəzən bir-birimizə bunu məsxərə kimi də deyirik, amma ümumilikdə çox ciddi bir məsələdir. Çünki gələcəkdə sənin bütün cinsi həyatına təsir göstərir və sən bunu mütləq şəkildə başa düşməlisən və biz uşaqlarımıza bunu ümumiyyətlə bu cinsəlliyi, cinsi fəaliyyəti o qədər gizli saxlayırıq ki, bu insanın tam bir şəxsi alanına dönüşür və onu tam şəkildə gizli gedir və heç kimin də bundan xəbəri olmur və sonra da ailə problemləri ortaya çıxır, ailənin dağılmasına səbəb olur. Çünki ailənin 3 təməl prinsiplərindən biri də cinsi həyat olduğu üçün bu önəmli bir məsələdir.